Allahı harda tapmalıyıq? Allahı harda və haralarda axtarmalıyıq? Allah Təbarək və Teala özü Qur'an-ı Kərimdə deyir, pisliklər məndən uzaqdır. Yəni bütün gözəllikləri Allahın mahiyyəti kimi bilmək olar. Allahı bütün gözəlliklərdə axtarmalıyıq. Hətta Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur ki, hər bir yerə baxsan, Allahı görərsən. Allahı dərk eləyərsən. Nəfəsin verilib və nəfəsin qayıdışı qədər Allahın nemətləri var. Yəni sən bu nemətlərin hər birinə baxanda gözəllik olaraq Allahın mahiyyətini əldə eləyə bilərsən, dərk eləyə bilərsən. Allah hər bir gözəlliyin daxilindədir. Allah Təbarək və Teala istəyir ki, sənin qəlbin də bu gözəlliklərlə dolsun. Pak bir qəlb əldə eləyəsən və pak bir qəlbdə də Allah mahiyyəti doğacaq. Allah mahiyyəti orada dərk olunacaq. Yəni sən qəlbini pisliklərlə doldursan, Allah o qəlbdə olmaz. Yəni mahiyyəti orada yaranmayacaq Allahın. Allahın mahiyyəti yaratmaqdan ötürü gərək qəlbini neynəyəsən, gözəlləşdirəsən, pak bir qəlb əldə eləyəsən. Və həmçinin bütün daxildə və xaricdə olan gözəlliklər. Əgər sən pak bir qəlblə o verdiyi Allahın nemətlərinə gözəl bir şəkildə, pak bir mahiyyətlə, pak bir dərklə baxsan, Allahı dərk edərsən. Allahı taparsan. Yəni sən Allahı, belə deyim də, Allahı sən bir vücud olaraq, bir cisim olaraq, məsələn, bir insan kimi görə bilməzsən. Çünki Allah ehtiyacsız bir varlıqdır. Əgər ehtiyaclı olsa, bəli, sən dediyin kimidir ki, bir cisim kimi görməliyik biz. Və bu gözün öz potensialı yoxdur ki, sən Allahı görə biləsən. Allah deyir, məni hiss elə, bir gözəllik olaraq, bir məhəbbət olaraq. Baxın, Allah hər bir gözəlliyin daxilində gizlənib. O gizliliyi sən açmalısan. Nə ilə açacaqsan? Məhəbbətlə açacaqsan. Hər bir şeyə məhəbbətlə baxmalısan. Hər bir şeyə məhəbbətlə nəzər etməlisən.